Sabahınız xeyir uşaqlar. Bugün yeni bir video ilə qarşınızdayım. Bugün dərslərimi yenə edəcəm. Bazar günü deyə boşam bugün, ancaq dərs edəcəm. Gəlin başlayaq. Uşaqlar, bayaq riyaziyyatdan bu faiz məsələlərinin misallarına baxırdım test ofisindən. Müəllim faiz salırdı, ancaq tam başa düşmürdüm deyə biraz motivasiyadan düşdüm ki, mən bunları başa düşməyəcəm, imtahandan yazamayacağım düşsə. Amma heç də elə olmadı. O pis misallarda, onun tipli misallarda onun kimi idi. Həqiqətən çox qəşəng başa düşdüm və sərbəst işləyə bildim. Müəllim də buradan başa salanda, yəni gördüm düz çıxır. Həqiqətən çox sevindim və motivasiyam artdı ki, əgər çalışsam, istəsəm mən həqiqətən də riyaziyyatdan yaxşı nəticə toplaya bilərəm. Çünki həqiqətən sınaqlardan 7 dənə, 6 dənə, nə bilim, elə olur 5 dənə düzüm çıxanda həqiqətən elə olurdu ki, xəstələnərdim həqiqətən pis olanda, yəni keyfim həqiqətən olmurdu. Amma indi inşallah belə düz çıxar və belə də olmağa davam eləyər. 72 dənə misaldayam. Cəmi qalıb 104 dənə misalım qalıbdır. 104 dənə misalın hamısını inşallah bugün bitirərəm. Onsuz da hələ vaxtım çoxdur.
Uşaqlar, faiz məsələsindən xeyli misal işlədim. Bazıları da çox qəşəng oldu. Yəni suallar düşsə, yəni biraz yaza biləcəm. 100-ə qədər işlədim. Qaldı bunun 76 dənəsi. Amma belə baxıram 76 dənəsi həqiqətən çox çətin, qəriz suallardır. İstəyirəm bunların qalan misallarını Sərxan müəllimin, hazırlıq müəllimdən işləyim. Biraz əlavə edərəm, heç nə olmaz. Əlavə qalaram orada, biraz işləyərəm. Ondan sonra sabaha 2 dənə hazırlığım var. Hətta bəlkə 3 dənə olur, fransız dilində var, amma bölmək olmaz. Ona bir istəyirəm ki, biraz Azərbaycan dilində Fiyatı vacib dərsdir. Yəni zərfi, sifət sorsun. Təkrar biraz hər əməli təkrar sorsa bilər. Hər işdən əhli bu qədər yəni. Riyaziyyatdan hər şey test toplusundan bu qədər işlədim. Bu dəqiqə dəftər qalsın. Bir məhsul tənzimdə işləyəcəm. İndi Azərbaycanla oxuyum. Onunla da biraz videolar çəkərəm. Saxla gəldim. Saat 6-nın yarısıdır. Bilməm heç saat fasilə vermişəm və yaxud da dəqiqə vasitə vermişəm. Amma Azərbaycanla oxumadım da. İndi nəysə. İndi Azərbaycan oxuyacağım. Deməli mətn vermişdi. Fiildəyik, fiili tərk eşləyik. Zərfi qurtardıq, opsimiz işləyəni qurtardıq. Mərkəb fiillərə qədər mənim verir, oxuyun. Qəşəng gedir hələ ki, yəni pis getmir. O feillər yəni yaxşı yadımda qaldı. Fiillərimi apardım uşaqlar, hələ bitməyibdi. Bu almaq, bilmə feil var, hər neysə. Bunları yazdım, qeydlərini. Bir dənə bu qaldı, baxın bu adlardan düzələnləri oxudum. Qaldı bu feildən düzələnlər. Feildən düzələnlər mənə elə gəlir, biraz çətindir. Amma adlardan düzələnlər mənə asan gəldi. Hər neysə.
Bunu oxudum. Feildən düzələn şəkilçilərdə oxudum. Mənim üzüm pis görsənir. İşıq biraz problemdir. İşıq düzəlsəm qəşəng güzel olar. Aha, feil düzələn şəkilçiləri oxudum adlardan. Bir də feildən düzələnləri oxudum. Bu isimdir, saydır, bir dəqiqə göstəreyim. Bu isimlə düzələnlər var. Baxın, isimlə, saydan, əvəzlikdən, zərfdən bunları da oxudum. Təqlidi. Bunları da oxudum. Qeydlərimi də apardım. İndi isə mətndən işləyim, mətnləri qutarım. Sonra da bəlkə biraz riyaziyyat oxuyaram. Bir məhsul təhlilləri oxuyacağım. Ondan sonra da qutardı video. Uşaqlar, Azərbaycanın oxudum hədəfini. İndi isə deyirəm, riyaziyyatdan sabaha hazırlığım var. Bir məhsulu təhlillər. Gedim onu işləyim. 80 dənə vermişdi müəllim. Sonra hamısını işləməliyəm də. Gedim indi onu işləyim və dərsini, qeydini aparım. Azərbaycan mətnini oxudum. İndi hədəfi də oxudum. İndi keçirəm, riyaziyyat yazıram. Bir məhsullu təhlillər dərsimiz. Gedim 11-ci qaydasına baxıram. Çünki tam başa düşmüşəm. Yəni başa düşmüşəm, amma tam yaxşı başa düşmək üçün gedim biraz izahlarına baxım, sonra da tekstini yazacağım. Bir məhsul təhlili nə qədər çox uymuş. Kaş bunu əvvəldən oxuyardım, həqiqətən. Həm çoxdur, həm də çətin gəldim o. Viyet teoremi bilirəm. Sıkınıram, viyet deyəsən. Deyəmirəm yəni. Ayda, çox deyil. Neyse, izahlarına baxım, sonra da işləyərəm. Bərək. Saat 8'dir. Ona çok güzel oldu. Evet, 2 saat falan. Yok. Bir məhsul təhlillərdə səbəbdən vaxtım çox apardı, amma heç olmaz. Çünki imtihana mütləq düşür də bu bir bənzəkdir. Ona görə daha diqqətli qulaq asıram ki, yaxşı nəticə toplaya bilim. 40 dənəsinin eyb olmaz. 40 dənəsini indi yazıram, 40 dənəsini sabah yazaram. Saat 9-un yarısında Azərbaycan hazırlığım var. 11-də qutaracaq. Ya da yox, 10-da qutaracaq. 11-də də yox heç. 10-da, ondan da elə baxanda 10-da qutarır. 11, 12, 10, hələ 11. 12, 13, yəni 1, 2, 4 saatda vaxtım olur. Hələ yarım saat oradan 4 saat yarım vaxtım olur. Ona görə də yəni vaxtım xeyli var. Lap hamısını indi yazacağım əslində. Çünki saat 9-a qalır 20 dəqiqə. Belə vaxtım getməyinə daha çox video çəkməyimə